Salam dostlar. Hər vaxtınız xeyir olsun. Bu bizim Qafqaz cinsindən arımızdır. Qışdan çox zəif çıxmışdı, dəstəklədik falan. Gəldi çıxdı hal-hazırda 14 çərçivəyə. Bu 14 çərçivənin hal-hazırda təxminən 8 çərçivəsi tamamilə yumurtadır. Və bu demək olar ki, çərçivələrin hamısı bir neçəsi, bir ikisinin çıxmaq şərti ilə 30 santim çərçivələrdir. Yəni bu cür çərçivələrdir, böyük çərçivələr. Üzr istəyirəm. Bu cür böyük çərçivələrdir. Hal-hazırda təbiətdən çox gözəl nektar gəlir. Yulğundan, yoncadan və çərçivələrin artıq yuxarı hissələr ağarmağa başlayıb. Çox gözəl nektar gəlir. Anar da çox gözəl yumurta atır. Bu hissədə tamamilə nektardır yuxarı hissə. Mən indi burada nə etmək istəyirəm? Arı beçəyə meyillənib artıq. Anar üsküyləri qoydu falan. Yəni, dağıtmaqla bu iş olmaz. Bölmək də istəmirəm. Çox gözəl, yəni hal-hazırda nektar gəlir. Mənim keçəndən qalma bütün arıların beçəyə meyilləndi və mən onları bölməyə məcbur oldum. Yəni, başqa variantım olmadı. Amma bu arını bölməyəcəm. Hal-hazırda anarı buradadır. Salmışam qəfəsin içərisinə. 2024-cü ilin anarısıdır. Yəni, narazı deyiləm. Çox gözəl yumurta atdı, koloniyanı genişləndirdi. Hal-hazırda bu arını mən qəfəsləmək istəyirəm. Qəfəsləmək istədiyim məqsədim də ondan ibarətdir ki, həm arının beçə girəcək yumurtası olmasın. Həm arı anar üsküyü qoyur bəzən. Mənim digər koloniyamda oldu. Anar üsküyün ağzı bağlanmamış köhnə anarı qoşunu götürüb gedir beçiyə. Həm bunun qarşısını almaq istəyirəm. Həm təcrübə eləmək istəyirəm ki, anarını qəfəsə atdıqda, yumurtanı yəni 24 gün, 25 gün yumurta atımı dayandırdıqda koloniyada bal yığımı necə olacaq? Yəni bunu bilmək istəyirəm mən. Çünki mənim hal-hazırda yetərincə güclü, lakin ana arısı təzə doğulmuş və yaxud da hələ doğulmamış koloniyalarım var ki, ana arısı olan digər koloniyalardan daha yaxşı nektar gətirir. Arı artıq agresivləşdi. İndi bu arını qəfəsə salmışam çərçivələrdən birinə. Yəni bu 24-lük çərçivənin birinin aşağısına raftindən bağlayacağım. Buna bağlamaq olar. Bunu silkələyək, içimiz rahat olsun. Çox gözəl nektar gəlib, yəni bal damlayır bu saat. Anarını bu şəkildə buraya məftillə bağlayacağım. Bu mənim iş təcrübəmdir. Buraya çək verəcək. Anarını günə məruz qoymayaq. Günəş anarını məhv eləyər. Və bu anarını qəfəsə saldıqdan təxminən 7-8 gün sonra gəlib mütləq şəkildə baxış eləmək və anar üsküylərini dağıtmaq lazımdır. Mütləq şəkildə, yoxsa yeni doğulan anarı koloniyanı beçiyə aparar. Bu şəkildə. İşçilərlər bu qəfəsə girəcəklər, amma anarı çıxa bilməyəcək buradan. Bunu biraz da sıxaq.
Həm cənədən qurtulmaqdan ötürü gözəl variantdır. Həmçinin gözəl məhsul almaqdan ötürü. Bu şəkildə qoyacam bura. Yerə toxunmur qətiyyən. Gözəl. İnşallah nəticəni çəkib paylaşacağım ki, vəziyyət necə oldu.